Artikla aid bir neçə testini sənə nəzərə yetirmək istəyirəm. Deməli, baxırıq burada 16-cı testimizə. Baxın uşaqlar, burada deyir ki, Braziliyalılar danışır deyir. Düzdür, Braziliyalılar xalq millət bildirdiyinə görə bizim bu sözümüz. Deməli, biz burada D artiklı istifadə etməliyik, düzdürmü? Daha sonra burada deyir ki, Portegiz dilini danışır. Deməli, burada uşaqlar nə düşünür? Biz demişdik, axı dil sözü birbaşa yanında işlənirsə, onda biz D artiklı istifadə edirik. Amma birbaşa yanında burada misal language sonda işlənib də. Bunu düşünməyin ki, buna aiddir deyə mən burada Z artiklı istifadə edə bilərəm. Xeyr. Yəni language sözü düz Portegiz sözü yanında işlənsəydi, onda deyərdiniz ki, burada mən D artiklı verməliyəm. Amma burada dil nəzərdə tutduğu halda yanında language olmadığı üçün artiklı vermirsiniz. Deməli, üçün cavabımız oldu B bəndi. Daha sonra baxıram 17-ci testimizə. Biz bilirik ki, dağ silsilələri ilə artikl işlənir, amma tək dağlarla artikl işlənmir. Mount dağ deməkdir, Aso dağından söhbət gedir, artikl işlənmir. Burada da görürsünüz river çay deməkdir. Bütün sözləri ilə də D artiklı istifadə edirik. Üçün cavabımız olacaqdır A bəndi. Bilirik ki, bestdən həmişə Z artiklı istifadə edirik. Deməli, the best way. Deməli, by ilə dedik ki, vasitəsilə mənasında nəqliyyat vasitələri ilə işlənsə, misal üçün də qatar ilə, qatar vasitəsi ilə deyiriksə, onda artikl istifadə etməyəcəyik. Üçün cavabımız oldu B bəndi.